tərkibində hidrogen, oksigen, azot, karbon qazı var. İstilik tarazlığı zamanı hansı qaz molekularının orta kvadratik sürəti ən kiçikdir? Orta kvadratik sürətinin düsturunu xatırlayaq. V bərabərdir kök altında 3RT bölünsün M, yəni molyar kütlə. Deyir ki, kvadratik sürət ən kiçik olsun. Baxın, kvadratik sürətin ən kiçik olması üçün bizim M molyar kütləmiz ən böyük olmalıdır. Həm də şərt edir istilik tarazlığı halındadır. İstilik tarazlığı halında da T sabit olur. R onsuz da sabitdir. Deməli, V M-in kök altısı ilə təsasıdır. Deməli, hansının molyar kütləsi çoxdursa, orada kvadratik sürət ən kiçik olacaq. Baxaq, ən böyük karbondadır. Ona görə olacaq cavabımız karbon. İdeal qazın halı PV bərabərdir konstant tənliyi ilə ifadə olunur. Qaz molekullarının konsentrasiyası 4 dəfə azalarsa, yəni N 4 dəfə azalarsa təzyiq necə olacaq? Baxın, PV bərabərdir konstant. Bu hansı izoprosesdir? İzotermik proses, düzdürmü? Təzyiqin də konsentrasiya ilə belə bir düsturu var da, P bərabərdir NKT. Əgər T konstantdırsa və mənim konsentrasiyam 4 dəfə azalırsa, P-N-dən düz asılı, onda mənim təzyiqim də 4 dəfə azalmış olacaq. Verilmiş kütləli, yəni M konstantdır. İdeal qazın sabit temperaturda. T konstantdır, izotermik prosesdir. Həcminin zamanla asılıq qrafiki göstərilib. Qazın təzyiqinin zamanla asılığı. Baxın, PV bərabərdir. Mendeleyev kraperini yazaq. Bax, T sabitdirsə, V artırsa, P ilə V yan yanada da tərsdirlər. Onda V zamandan, daha doğrusu P zamandan asılı olaraq azalmalıdır da, tərs asılıdır. Bax, 4-də. Verilmiş kütləli, yəni M yenə sabitdir. İdeal qazın təzyiqinin həcmdən asılı qrafiki verilib. A, B, C, D proseslərində qazın mütləq temperaturu necə dəyişəcəkdir? Baxın, başlanğıc hal budur. A halı. A halında bizim temperatur nəyə bərabərdir? Yazaq T A halında. P0 və 0-a. Son halımız D halıdır. D halında nəyə bərabərdir? P0 vurulsun 3P0. Olacaq 3P0 və 0. A halından D, daha doğrusu D halı olmalıdır bu. A halından D halına gələndə nə olur? 3 dəfə artır. Baxaq 5-ə. Sabit kütləli ideal qazın təzyiqinin həcmdən asılıq qrafiki göstərilib. ABC proseslərində qaz molekularının orta kvadratik sürəti və orta kinetik enerjisi necə dəyişəcək? Başlanğıc halımız bax budur. P0, yəni A halında təzyiq P0, həcm V0 və C halına baxaq. Təzyiq 4P0, həcm 4V. Düzdürmü? Baxın, sürətin belə bir düsturu var da, gəlin yazaq onu. V nəyə bərabərdir? Kök altında 3PV bölünsün M, düzdürmü? Gəlin A halı üçün yazaq. 3'ü nəzər almayacağım. Olacaq P0 və 0 bölünsün M-ə. C halına baxsaq, 4P0 vur 4V. Olacaq 16P0 və 0 bölünsün M. Baxın, VA P0 və 0 bölümdür, VC 16P0 və 0 bölümdür. Yəni 4 dəfə çoxdur. Deməli, A halına B halına gələndə mənim sürətim 4 dəfə artacaq. Amma P0 və 0 da bizə nəyi verir? Temperaturu verir də, düzdürmü? Baxın, P0 və 0 temperaturu verir. Baxın, A halında, TA halında P0 və 0'dır, C halında 16P0 və 0'dır. Mənim temperaturum 4 dəfə artdı. Onda kinetik enerjimin 2-də 3 KT düsturundan temperaturum 16 dəfə artırsa, kinetik enerjim də 16 dəfə artır. Cavab olur D variantı. Təzyiqdə, yəni P konstantdır. İdeal qazın həcminin mütləq temperaturdan asılıq diaqramı verilmişdir. 1, 2, 3, 4 hissələrində qazın sıxlığı. Baxın, bu 1, 2, 3, 4 bu proseslərə izoproses kimi baxmayırıq. Çünki bizə elə şərtdə verib də, bax, təzyiq sabitdir də. Onda gəlin, bu düsturdan istifadə edək. Təzyiqin P bərabərdir. Rho RT bölünsün M. Buradan gəlin, Rho-nu tapaq. Nəyə bərabərdir? P vurulsun M bölünsün RT. Mənə deyir ki, 1, 2 prosesində. Baxın, 1, 2 prosesində nə olur? Temperatur artır. Temperatur artırsa, Rho ilə tərs asılıdır. Mənim Rho nə olacaq? Azalacaq. 3-4 hissəsində isə T azaldığına görə Rho artmış olacaq. Deməli, birinci azalacaq, ondan sonra artacaq. C variantında verilib. Verilmiş kütləli ideal qazın təzyiqinin həcmdən asılıq diaqramı göstərilmişdir. 1, 2, 3, 4, 1. Yəni, qapalı prosesdə qazın gördüyü iş 0-a bərabər olacaq. Baxın. Məsələn, bax.
burada görülən iş bu fiqurun sahəsidir. Burada da görülən iş bax bu fiqurun sahəsidir. Görürsüz? Biri müsbətdə, bir mənfidə, o bir-birlərini aparacaq, olacaq 0. Yəni Y variantı olacaq. 8. Sabit kütləli bir atomlu ideal qaz A halından B halına A1B və A2B yolları ilə keçir. Qaza verilən istilik miqdarları və daxili enerjinin dəyişmələri. Baxın, hal funksiyasıdır daxili enerji. Yəni A1B, A'dan B-yə bir yol ilə də gəlsə, 2 yol ilə də gəlsə, yəni başlanğıc və son vəziyyət eyni olduğuna görə bizim daxili enerjilərimiz bir-birinə bərabər olacaq. Yəni bu variantların heç biri olmur, ya A-dır, ya B-dir. Baxın, indi Q-nü tapmaq üçün, yəni istilik miqdarını tapmaq üçün fiqurun altında qalan sahəyə baxmalıyıq. Baxın, birinin altında qalan sahə budur. Bax, bunu tapmalıyıq. Düzdürmü? Amma 2-nin altında qalan sahə isə, yəni A2B-nin altında qalan sahə isə budur. A1B A2B-dən daha böyük olduğuna görə burada işlər də Q-lər də daha böyük olacaq. Cavab olur B variantı. Bax 9-a. Sabit kütləli M sabiti. Bir atomlu ideal qaz atomlarının orta kvadratik sürətinin qazın təzyiqindən asılılıq diaqramı verilmişdir. Daxili enerjinin həcmindən asılılığı. Yəni V-ni düsturun yazaq. Nəyə bərabərdir? 3PV bölünsün M-ə. Bax, M sabitdir. Düzdürmü? 1-2 prosesində V də sabitdir. P artırsa, baxın P 1 halına 2 halına keçəndə artırsa, onda V nə olmalıdır? Azalmalıdır. V sabit olduğuna görə başlıqda onu qeyd eləyək ki, T də sabitdir. Yəni temperatur da sabitdir, daxili enerji də sabitdir. Biz daxili enerjinin sabit hallarına baxırıq. Yəni ya A-dır, ya B-dir. Və həcmin azaldığı hala baxırıq. Bu da A variantında verilibdir. Baxaq ona. Sabit kütləli bir atomlu ideal qaz atomlarının konsentrasiyasının mütləq temperaturdan asılılığı verilmişdir. Bu qaza 100 kilojol istilik miqdarı verildi. Onun gördüyü iş. Baxın, P nəyə bərabərdir? N, K, T-yə, düzdürmü? N T-lə necə asılıdır? K sabitdir də, buna baxmırıq. Tərs asılıdır. Yəni N azalırsa T nə olmalıdır? Artmalıdır. Bu hansı proseslərdə olur? Ancaq izobar proseslərdə. P sabit qalmalıdır. İzobar proseslərdə də qaza 100 jol istilik miqdarı verilirsə, onun 40 jolu işin görülməsinə sərf olunur. 60 isə daxili enerjinin dəyişməsinə sərf olunur. Olacaq A variantı. İndi baxaq 11-ə. Sabit kütləli M sabitdir. İdeal qaz A halından B halına müxtəlif yollarla keçir. Harada qazın gördüyü iş ən çoxdur. Onun üçün də fiqurun altında qalan sahəyə baxırıq. Baxırıq ki, A1B halında fiqurun altında qalan sahə daha böyük olduğuna görə cavab A1B olacaq. Yəni D variantı olacaq. Baxaq 12-yə. Termodinamikanın birinci qanunu deməli delta U Q-yə bərabərdir. Bu ifadəyə hansı qrafiklər uyğundur? Baxın, delta U Q-yə bərabərdirsə, deməli burada A 0-a bərabərdir. Yəni iş görülməyib. İş görülməyəndə hansı prosesdir? İzoxor prosesdir. Bu da ancaq 4-də verilir. Bu da olur A variantı. Deməli, eyni materialdan hazırlanmış bir ciz çubuqların sətihləri arasında hansı münasibət düzgündür? Baxın, sərtliyin belə bir düsturu var da. Sərtliyin belə bir düsturu var. Gəlin onu yazaq. K nəyə bərabərdir? S bölünsün L0. S-in də yerinə pi r kvadratı yazsaq. Pi r kvadratı y bölü L0. Birinci cisim üçün yazsaq. Radiusu r-dir. Olacaq pi r kvadratı. Və eyni materialdan hazırlandığına görə Young sabitləri sabitdir. Heç onları da qeyd etməyəcəm. Uzunluğu da 2L-dir. İndi gəlin ikinciyə baxaq. K2 bərabərdir. Pi radius 2R kvadratı olacaq 4R kvadratı. Uzunluq da L. Tərəf-tərəfə bölək aralarındakı münasibət soruşur da bizdən. Pi R kvadratı bölünsün 2L. Aşağıda da yazırıq 4 pi R kvadratı bölünsün L. Pi R kvadratlar getdi. L'lər getdi. Qaldı 8K1 bərabərdir K2-yə. O da Y variantında verilib. Porşenli qabda doymayan buxar var. Onu doyan buxara çevirmək üçün sabit temperaturda həcmi azaltmaqla biz doyan buxar halına keçirdə bilərik. Nisbi rütubət psixrometr və higrometrlə ölçülür və də higrometr eyni zamanda şeh nöqtəsində ölçür. Sabit kütləli bir atomlu ideal qaz üzərində aparılan izoxor izopər qızma prosesləri üçün eyləndiyi Venn diaqramına uyğun bəndləri müəyyən edin.
Daxili enerji artır. Daxili enerji ikisində də artır. Gəlin baxaq. İzoxor prosesdə Mendeleyev-Kraperin tənliyi yazdım. V sabitdirsə, qızma prosesində T artırsa P də artır və T artdığına görə daxili enerji artır. İzobor prosesə baxaq. P sabitdirsə, qızma prosesində V artır, T artır. Temperatur artdığına görə də daxili enerji artır. Yəni, hər ikisi üçün daxili enerji artmış olacaq. Bir gedir ortaya. Qaza verilən istilik miqdarı yalnız onun daxili enerjisinin dəyişməsinə sərf olunur. Yəni, istilik miqdarı yalnız daxili enerjinin dəyişməsinə nə vaxt sərf olunur? İzoxor proseslərdə. Yəni, V sabit qalanda. Qaza verilən istilik miqdarı onun daxili enerjisinin artmasına və işin görülməsinə sərf olunursa, bu izobar prosesdir. Orta kvadratik sürət artırsa hər ikisində, temperatur hər ikisinin artdığından kvadratik sürət də artacaq. Qaz molekulanın konsentrasiyası azalır. Baxın, izoxor prosesdə V dəyişmirsə həcm, konsentrasiyada sıxlıqda dəyişməyəcək. Buna görə bu avtomatik izobar prosesə gedir. Qalın divarlarına təsir edən qüvvənin qiyməti artır. Baxın, təzyiq artırsa, təzyiq qüvvəsi də artır. Bərabərdir PS-dən təzyiq artırsa, təzyiq qüvvəsi də artır. Bu da izoxor qızma prosesinə uyğundur. Çünki izobar prosesdə təzyiq dəyişmir. Cavab olacaq 2, 6, 1, 4, 3, 5. Düzdürmü? Bu da harada verilib? 1, 4 ortaqdır. B variantında verilib. Ağzı bağlı qablarda su və onun üzərində doyan su buxarı var. Qapalı qablardakı doyan su buxarının kütlələri. Baxın, 1 ilə 2-ni müqayisə eləyək. 1 ilə 2-də, baxın, həcm eyni olsa da, temperatur 1-də 2-dən daha çox olduğuna görə, deməli, 1 2-dən böyük olacaq. 2 ilə 3-ü müqayisə eləsək isə, 2-nin həcmi 3-dən daha böyük olduğuna görə, orada doyan buxarın kütləsi daha böyük olacaq. Yəni, 1 2-dən böyükdür, o da 3-dən böyükdür, o da olur C variantı. Bu artıq qaydadır. Sistemi təşkil edən zərrəciklərin müxtəlif növ hərəkətləri və qarşılıqlı təsirlə xarakterizə olunan enerjilərin cəminə biz demişik nə? Daxili enerji. İdeal qazın daxili enerjisi onun temperaturundan və kütləsindən asılıdır. Sabit temperaturda təzyiq və həcm dəyişsə, daxili enerji dəyişməyəcək. Sistemin daxili enerjisinin dəyişməsi ona müəyyən istilik miqdarı verməklə və sistem üzərində iş görməklə baş verir. Termodinamik sistemdə daxili enerjinin dəyişməsi prosesin formasından asılı deyil, onun başlanğıc və son vəziyyətlərindən asılıdır. Bu da D variantına verilib və yaxud 2-1-dən fərqi var ki, son başlanğıcdan asılı D variantına verilib. Hansı halda fiziki cəmiyyətlərin vahidi düzgün göstərilib? İstilik tutumu 2 bərabərdir C delta T'dir. C-ni tapanda nə edirik? Q-nü delta T'yə bölürük. Yəni, vahid olacaq Joule bölü Kelvin. Mütləq qüvvət adi sıxlıqda M bölünsün və kiloqram bölü metr kubudur. Xüsusi buxarlanma istiliyi isə olacaq Joule bölünsün kiloqram. Bu da Y variantı. Q nəyə bərabərdir? Buxarlanma LM olmalıdır. Onda Joule bölünsün kiloqram olacaq. Yəni Y variantı. Faydalı iş əmsalı. 25% olan avtomobil mühərrikinin gördüyü faydalı iş. Baxın, faydalı iş əmsalını verib 25%-dir. A faydalını da bizə verib ki, 900 kilojoldur. Sərf etdiyi yanacağın kütləsi. Baxın, faydalı iş əmsalının düsturu nəyə bərabərdir? A faydalı bölünsün A tam vurulsun 100%. A faydalını mənə verib 900 kilojol olduğuna görə 10 üstü 3-ü də yazıram. A tam işdə deməli, Q M-ə bərabərdir də. Yəni, A tam nəyə bərabərdir? Q vurulsun M-ə. Q 4,5 vurulsun 10 üstündə 7 vurulsun M. Vur 100% bərabərdir 25-ə. 25%-ə. Aha. Buradan M-i tapırıq. M nəyə bərabər olur? Riyazi hesablamalardan sonra biz tapırıq ki 0,08 kiloqram edir. Onu da qrama çevirəndə 1000-ə vururuq, olur 80 qram. Baxaq 21. Alüminium və qurğuşun parçası eyni hündürlükdən düşür.
İstisnai bütün mexaniki enerjilər onların qızmasına sərf olunursa, yerə dayananda onların temperaturları. Baxın, ikisi də eyni hündürlükdən düşürsə, H1 nəyə bərabərdir? H2-yə. Onda Cm delta T mgh-a bərabərdir. M-lər hər iki tərəfdən gedir. Onda buradan C delta T gh-a bərabərdir. Delta T də nəyə bərabərdir? GH bölünsün C-yə. Deməli, delta T C ilə necə asılıdır? Tərs asılıdır da, düzdürmü? Gəlin, baxaq. Tərs asılıdırsa, yazaq. Delta T alüminium bölünsün delta T qurğuşun bərabərdir. C qurğuşun bölünsün C alüminium. Qoyaq yerinə. 150 bölünsün 900. İxtisar gedir, sıfırlar. Burada qalır 6. Olacaq 6 C qurğuşun. Daha doğrusu 6 T alüminium T qurğuşuna bərabər olacaq. Bu harda verilib? Aha, 6 aşağıda qaldı. Altı T alüminium T qurğuşuna bərabərdir. T ilə C tərs asıdırsa, T alüminium böl T qurğuşun bərabərdir. C qurğuşun böl C alüminium. Buradan da tapdıq. D variantı edir. Doyan su buxarının sıxlığının həcmindən asılıq diaqramı göstərilmişdir. Aha. Göstərilən nöqtələrdə buxarın temperaturları arasında hansı münasibət düzgündür? Aha. Baxırıq. Birinci halda sıxlıq 1-2 halında bir-birinə bərabərdir, 3-4 halında da bir-birinə bərabərdir, düzdürmü? Sonra biz V-ni sabit saxlayırıq. V konstant olanda Rho harda çoxdursa, T də orada çox olur. Deməli, 3-4-də daha çox olduğuna görə birinci halda temperaturu ikinci hala bərabərdir və kiçikdir. 3 ilə də 4 bir-birinə bərabərdir. B variantı olacaq. Sonra kalorimetrə 30 selsili 200 qram suyu 20 selsiyə qədər soyutmaq üçün temperaturu 0 selsi və hər birinin kütləsi 5 qram olan buz parçaları əlavə olunub. Buz parçalarının sayını bizdən istəyir. Baxın, kütlələri gəlin çevirək. Bizə qramla verib, gəlin biz kiloqrama çevirək. Verib 200 qramdırsa 1000-ə bölək 0,2 kiloqram. Temperatur dəyişməsi 30-dan 20-yə. Temperatur dəyişməm nə qədərdir? 10 selsidir. Düzdürmü? Buz parçasının kütləsini verib 1000-ə böləndə gəlin belə yazaq da. 5 vur 10 üstündə mənfi 3 kiloqramdır. Onda belə yazırıq. Baxın, Cm delta T, yəni su. Cm su delta T bərabərdir. N vurulsun lambda M buz. Deməli, suya hər birinin kütləsi 5 qram olan buz parçaları əlavə olunub və temperaturlarda 0 selsidir də, yəni buzların. Bundan sonra deyir, buz parçalarının sayı nə qədərdir? Aha. Baxaq. C-ni bizə verib 4,2 vurulsun 10 üstündə 3. Suyun kütləsi 0,2 vurulsun. Temperatur dəyişməsi də 10-dur. N-i soruşur bizdən, saxlayırıq. 3,36 10 üstündə 5. Buzda 5 vur 10 üstündə mənfi 3. Düzdürmü? Buradan N-i tapaq. 4,2 10 üstündə 3 vurulsun. 0,2 ona da vuranda eləyəcək 2. Burada 10 da vuraq, 10 da olacaq 2. Bölünsün 3,36 10 üstündə 5 vur, 5 vur 10 üstündə mənfi 3. Buradan da N-i tapırıq ki 5 eləyir. Yəni 5 buz parçası əlavə edən zaman yox, elə 5 buz parçası əlavə edən zaman deməli su 30-dan 20 selsiyə qədər düşür. 24.
Hansı ifadələr doğruda verilmiş kütləli bir atomlu ideal qaz üzərində qapalı proses aparılıb, bir dövr ərzində qaz xarici qüvvələr üzərində müsbət iş görmüşdü. Baxın, 2-3 hissəsində görülən iş, baxın bu fiqurun sahəsidir də, düzdürmü? Bunu biz müsbət qəbul etsək, 4-1 hissəsində görülən iş isə budur. Həcm azalır, mənfi götürürük. Müsbət isə mənfi hissədən daha böyük olduğuna görə avtomatik görülən iş elə müsbət olacaq da. Bir dövr ərzində xarici qüvvələr müsbət iş görür. Ona görə biri qəbul edirəm. Sonra daxili enerji haqqında fikir yürüdək. Baxın, daxili enerji hal funksiyasıdır. Yəni başlanğıc və son nöqtələrdən asılıdır da. Cisim 1, 2, 3, 4 halında. Bax, 1 halında bu vəziyyətdədir, 4 halında bu vəziyyətdədir. P sabit qalsa da V dəyişir. Yəni başlanğıc və son vəziyyətlər eyni deyil. Yəni başlanğıc halda bu vəziyyətdə idi, son halda bu vəziyyətdə. Daxili enerji artdı. P eyni qalsa da V artıb. Ona görə də bu da daxili enerji artıb. Cavab olur 1 və 4. Bax 25-ə. Eyni kütləli iki müxtəlif mayenin temperaturlarının zamanla asılılıq qrafiki göstərilmişdir. Mayələrə eyni istilik miqdarı verilibsə, eyni istilik miqdarı verilib, mayələrin xüsusi istilik tutma. Baxın, Q nəyə bərabərdir? Cm delta T'yə. Eyni kütləlidir. Eyni istilik miqdarı verilibsə, C delta T ilə tərs asılıdır. Onda C2 bölünsün C1, T1 bölünsün T2-yə bərabərdir. Yəni delta T1 bölü delta T2. Delta T1, baxın, 0-dan 60-a gəlib, olub 60. Delta T2 40-dan 60-a gəlib, yəni 20 Selsi artıb, nisbət eləyəcək 3. Cavab eləyir 3. Baxaq 26-ya. Eni 5 metr, uzunluğu 6 metr, hündürlüyü 4 metr olan otaqdakı mütləq rütubət 20 qram bölü metr kubudur. Su buxarının kütləsi. Baxın, gəlin həcmi tapaq. 5 vur, 6 vur, 4. Olacaq 120 metr kubu. Düzdürmü? Baxın, bizdən mütləq rütubəti də verib 20 qram bölü metr kubu. Onda su buxarının kütləsi M-nə bərabərdir rho V-yə. Yəni 120-ni vururam 20-yə. Eləyir 2400 qram. Amma məndən kiloqramdan soruşduğuna görə 1000-ə bölürəm, olur 2,4 kiloqram. Bax 27-yə. Sabit kütləli bir atomla ideal qazın həcminin mütləq temperaturdan asılı qrafiki göstərilmişdir. Grafikin hissələri və bu hissələrdə termodinamikanın birinci qanunun riyazi ifadəsi arasında hansı uyğunluq var? Bunu müəyyənləşdirməliyik. Baxın, birinci A1 prosesində V də artır, T də artır. Mendeleyev Klaperon tənliyi yazsaq, V artır, T də artırsa, deməli P sabitdir. P sabitdirsə, verilən istiliyin 0,4-ü işin görülməsinə, 0,6 daxili enerjinin dəyişməsinə sərf olunur. Ona görə C ilə D A1 prosesinə gedir. BC hissəsinə baxaq. Baxın, bu BC hissəsində T sabitdir. Yəni, delta U, temperatur sabitdir, daxili enerjinin dəyişməsi bizə 0 verir. Onda Q nəyə bərabər olacaq? Elə A iştirixə. Görə B gedəcək bura. CD hissəsində isə izoxor prosesdir. Baxın, V dəyişmir, izoxor prosesdir. Bu zaman verilən istilik elə daxili enerjinin dəyişməsinə sərf olacaq. Cavab olacaq C, D, B və A. İçərisində 330 qram su olan kalorimetrə 0 Selsiya temperaturlu buz parçası salırlar. Bir müddətdən sonra suyun temperaturu 0 Selsiya olur və suyun kütləsi 84 qram artır. Baxın, 84 qram artırsa bu elə buzun kütləsidir də. Suyun ilk temperaturunu hesablayın. Baxaq. Bu zaman nə edirik? Lambda M buz bərabər olur nəyə? Cm su delta T'yə. Lambda buz. Lambda buzdur. Nə qədərdir? 84 vurulsun 10 üstündə mənfi 3. Daha doğrusu M buz. Lambda buz nə qədərdir? 3,3 vurulsun 10 üstündə 5 bərabərdir. C su 4,2 10 üstündə 3. Suyun kütləsi burada var. 330 10 üstündə mənfi 3 delta T. Son temperatur 0 Selsiyadır. Başlanğıc temperatur soruşur da bizdən. Ona görə delta T yazıram. İndi delta T'ni tapaq.
84 vur 10 üstündə -3. 10 üstündə -3. Burada da 10 üstü 5 var. Onda olacaq 10 üstündə 2. Vurulsun 3 tam onda 3. Bölünsün 4 tam onda 2. Bu 10 üstülər getdi. Vurulsun 330. Buradan da tapırıq ki 20 Selsi. İlk temperatur 20 Selsidir. Bu sallanandan sonra olur 0 Selsi. Suyun səthində üfüqi vəziyyətdə radiusu R olan disk və radiusu 2R olan halqa var. Diskə FD və halqaya FH təsir edən səthi gərilmə qüvvələri arasında hansı münasibət düzgündür? Baxın, gəlin birinci diskə baxaq. Ümumiyyətlə, səthi gərilmənin düsturu nədir? Sigma L-dir də. Səthi gərilmənin düsturu sigma L-dir. Bunu disk üçün yazsaq, F səthi gərilmədir yazaq. Yəni disk üçün nəyə bərabər olur? Sigma vurulsun. L də 2πr-ə bərabərdir. 2πr-ə. Radiusu R-dir diskin. Elə bu vəziyyətdə də qalır. 2πr sigma. Amma halqada fərqli olur. Halqanın həm daxili səthi var, həm xarici səthi var. Ona görə sigma S halqa üçün yazıram yenə sigma L. Sigma vurulsun 2 vur 2πr yazacağım. Düzdürmü? Hər birində radiusu 2R olduğuna görə yazacağım bura 8πr sigma. Onlar arasındakı münasibətə də baxsaq, FD-ni FH-a böləndə 2πr sigma bölünsün 8πr sigma. Πr sigmalar gedir. 8 ilə də 2 gedir, 4 qalır. Yəni F diskin səthi gəlməsini, halqanın səthi gəlməsini böləndə cavab 4/1 alınır. Verilmiş kütləli bir atomlu ideal qaz üzərində gedən prosesdə qaz 100 kJ istilik miqdarı almışdır. Qazın sıxlığının müəyyən temperaturdan asılı qrafiki verilmişdir. Koordinat oxlar üzərində uyğun qiymətlər göstərməklə qazın daxili enerjisini dəyişməsini verilən istilik miqdarının asılığı. Baxın, rho T-dən tərs asılıdır. Bax, P nəyə bərabərdir? Rho RT bölünsün M-ə. Eyni ideal qazdan söhbət gedir. Baxın, rho T ilə necə asılıdır? R-də sabit olduğuna görə tərs asılıdır. Bu hansı proseslərdə baş verir? Ancaq izobar proseslərdə. İzobar proseslərdə qaza 100 kJ istilik verilibsə, onun 40-ı işin görülməsinə, 60 isə daxili enerjinin dəyişməsinə sərf olunur. Bunda delta 13-dən asılıq bax bu şəkildə olacaq. 60. Bax, qrafik olacaq bu şəkildə.